Deyirlər ki, danışma. Mən demişəm, hiss edəndə ki, ağlım biraz çaşıb, həmən telefonu özümdən uzaqlaşdıracağım ki, heç nə istəməyim, heç nə axtarmayım. Bilmirəm, bizim bəzi aparıcılar, TV aparıcıları bunu reyting xatirinə edir. Ya doğrudan da qarşısındakına yazığı gəlir, ya bilmirəm, onu ələ salırmı, ya onu, nə bilim, gülüş hədəfinə çevirmək istəyirmi? Bax, bunları hələ də anlamıram da. Məsəl üçün, bizim o qədər problemi olan, o qədər qayğıya ehtiyacı olan, istər maddi, istər mənəvi ehtiyacları olan insanlar var. Ziyalılarımızdır. Məsələn, oturuşunu, duruşunu, danışığını belə bilən bizim ziyalılarımız var da. Onlara diqqət yoxdur. Məsələn, ruhu xəstələri, geri zəkalıları, nə bilim, qanında bir tərbiyəsizlik, əxlaqsızlıq olan insanları gətirib otururlar efirə və bizə həzm etdirirlər ki, həzm edin, buna baxmalısınız. Və deyirəm, baba, bir qadını gətiriblər, Qubadan gəlir də qadın da. Ay qadın, bilmirəm adı nədir? Biri yazır, nə bilim, muhabbatdır adı, biri deyir, yox, müravardır, bilmirəm. Qadın, qohumundan utanmırsan, əqrabondan utanmırsan, kəndindən, kəsəyindən utanmırsan, azından insanın bir mənəviyyatı olur, insanın bir qüruru olur, insanın bir şərəfi olur, insanın bir qadınlıq hissləri olur da, onlardan utanın. İndi sənin gəlib icra hakimiyyətindən, bələdiyyədən, nə bilim, mənzil istismar idarəsindən, yəni JEK-dən, elə aparıcının özündən kərpic istəyən vaxtındır, qum istəyən vaxtındır, taxta istəyən vaxtındır, pəncərə istəyən vaxtındır. Sənin 75-80 yaşında ər istəyən, oğlan istəyən vaxtın deyil, əzizlərim. Etməyin bunu. Etməyin bunu. Sara Səfradan yaşlı qadınlara tövsiyə, Sara Səfra Bahadurdan. Mən də yaşlıyam. Amma mən düşünürəm, hələ ağlım kafamda dayanıb.